Xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Nərdalan yolu dəniz yolunda. Yoldan 50 metr məsafədə, yəni dənizə düşən yolda belə deyək. 7 sot torpaq sahəsinin üzərində belə bir gözəl bağ həyətinin çıxbalar kəsmanların ilkinə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. 5 otaq, 1 mətbəx və tam əşyalar qalır. Kanallar nə qədər var və qiymət 140 min manat realı olası ev sahibi tərəfindən indirim olunacaq. Evin ön hissəsini sizlərə təqdim edirik. Sağ hissəsində bisetkası və əlavə. Bax, burada belə bütün meyvə ağaclarına qədər var. Sağ hissəsində kladovkası və həyətdə sanzellərinə qədər var. Və inşallah keçid edəcək evin içərisinin təqdimatına və giriş hissəsində təqdim edək sizlərə. Və burada sağ hissədə bir əlavə otaq, sanuceli və giriş hissəsini təqdim edirik sizlərə. Maşın rahatçılıqla həyətə daxil olur. Və burada bisetka hissəsini göstərək. Belə bir bisetka hissəsini tam verin ki, izləyicilərimiz izləyə bilsinlər. Və keçək inşallah evin içərisinin təqdimatına və şəxsi tikilidir. Divarda da işıqlandırmaları var. Dəyişiləcək yəqin ki, kim alsa dəyişdirər inşallah. Hər iki tərəfdə var. Tam göstərək sizlərə. Və keçək evin içərisinin təqdimatına. Geniş bir zal və studiya, mətbəx. Geniş burada studiya, mətbəx və istipoldan ibarətdir. Burada isə zal hissəsidir və əlavə 4 otaqları var. Otaqlar da genişdir, istilik kombidi. Birinci bir otağı təqdim edək sizlərə. Və sonra ikinci yataq otağımızı təqdim edək. Və üçüncü yataq otağımız bağlıdır. Dördüncü yataq otağını təqdim edək. Və keçid edək sanucelin təqdimatına inşallah. Sanucel hissəsini təqdim edək. Və sanucel hissəsi də tam hazır. İstipoldan ibarətdir. Və qeyd etdiyim üçün dəyərli izləyicilərimiz, Nərdalan dəniz yolunda tam yola yaxın bir ərazidədir. Yoldan 50 metr məsafədədir. 7 sot torpaq sahəsinin üzərində inşa edilib. 5 otaq, 1 mətbəxdən ibarətdir. Studiya zalla nəzərdə tutulur. Həyətdə əlavə kladovkaları, sanuceli, sənəd köhnə icranın bələdiyyə sənədidir. Qiymət 140 min manat realı olası ev sahibi tərəfindən indirim olunacaq və səhifəmiz izləyicilər, əməkdaşlar və sizə dəqiq təşəkkürümüzü bildiririk.